İran çox şey istəyər. Vaxt tutmaq üçün də, filan üçün də. İranın nə istədiyi Amerika üçün maraqlı deyil. Amerikanın özünün marağı bu günə deyil. Amerikanın marağı gecə saat 2-yə planlaşdırılıbsa, o gecə saat 2-də də başlayacaq. Bəzən deyirlər ki, İran İraq deyil, Suriya deyil, İrana nə bilim quru qüvvələri ilə girmək olmaz, vuruşmaq olmaz. Birinci, İran İraqdan da zəif gündədir. Bir mif yaradılıb, Rusiya mifi yaradılmışdı, o biri miflər yaradılmışdı. Görürsünüz necə darmadağın olur o miflər. İkincisi, Amerika o quru qüvvələri ki var, döyüşəcək. Onları da əvvəldən hazırlayıb. Əfqanistandan niyə çıxdı? Əfqanistanla görürsünüz, İran arada bir toquşdu. Bəli. Amerika Əfqanistanda 10 minlərlə çox hazırlıqlı döyüşçü hazırladı. Onların hamısı lazım olanda o döyüşə qatılacaq. Kürt silahlı dəstələrini nə adına qoruyur, yenə Amerika qoruyur. Onların hamısı lazım olanda onların bir hissəsi PJAK-ın içindədir, İranın içində, bir hissəsi PKK-dır, bir hissəsi YPG-dir, bir hissəsi YPY-dir, müxtəlif adlarla. Onlardan da istifadə edəcək. Eyni zamanda İranın içərisindəki bəluzların, nə bilim, ərəblərin, digər qüvvələrin bütün silahlı dəstələrindən Amerika istifadə edəcək. Bunların hamısını sadəcə Amerikanın planını heç kəs bilmir ki, bu nə vaxt başlayacaq. Məsələ Amerikanın planının vaxtındadır. Yoxsa ki, İran vaxt udmaq istəyir. İran çox şey istəyə bilər. Amerikanın institutları İranın rəhbərliyi qədər axmaq deyirlər ki, onlar İranın siyasətini anlamasınlar. O necə İraqa girəndə dedilər ki, burada nüvə silahı var, girdilər, dağıtdılar, sonra dedilər ki, yoxdur. Yox, bir şey yoxdur. İndi İranı da güya elə bir mif yaradırlar ki, İranın nüvə silahı var. İranın nüvə silahı olsaydı, birincisi yoxdur. Olsaydı İsrail və Amerika çoxdan onu vurub məhv edərdi. İkinci, lap deyək ki, İranın nüvə silahı var. Amerika nüvə silahı atacaq İran. Fərz eləyək. Səudiyyə Ərəbistanına atacaqsa da bunun da Amerikaya təsiri yoxdur. Yəni bir hazırlayırlar. Onun psixoloji altyapısını hazırlayırlar ki, bax İran təhlükədir, İran təhlükəlidir, nüvə silahı. Məqsəd odur ki, İranı vurub dağıdacaqlar. Nə olur olsun, ya tez ya gec. 3 gün tez, 5 gün gec. Vurub dağıdacaqlar. Bax əsas odur ki, biz ondan neyniyəcəyik? Əgər Amerika, baxın ha, bu ciddi məsələdir. Bunu bütün güneyli soydaşlarımız, bütün Türkiyə hakimiyyəti, bütün Azərbaycan hakimiyyəti, bütün türklər bilməlidir. Necə ki, biz Türkiyə İraqa girəndə dəstək olmadı Amerikaya, Amerika Kürdistanı yaratdı. İraqın şimalında Kürd muxtariyyatını yaratdı. Necə ki, Türkiyə imkan vermədi, Amerika Suriyada PKK-nı, YPG-ni, PYD-ni Suriya Demokratik Qüvvələri adı ilə formalaşdırdı, ciddi bir orduya çevirdi. Bugün Türkiyə, Azərbaycan, bütün türklər, güneydəki soydaşlarımız bilməlidir. Əgər biz bu başdan hazır olmasaq, Urmiyanı Kürt separatizminə təslim eləyəcəklər. Bax, bunun öhdəsindən gələnməyəcəyik sonra. Türkiyə sonra ha başına dizinə döysün. İndi siz deyirsiniz ki, SDG ilə müqavilədə Türkiyə özü oradaydı. Niyə görmürdü? Türkiyə səhv elədi. Suriye ordusunda bütün etnik grupların hökumətdə naziri var. Dini qruplarında naziri var. Türkmenlərin naziri yoxdur. Bunu Türkiyə görmür.
Eyni vəziyyət İraqda da var. Bunu Türkiyə görmür. Mən deyirəm, Türkiyə səhv eləyir. Bizim bəziləri daş atır, başını tutur. Türkiyə hakimiyyəti çox ciddi səhvlər eləyir. Bəzi səhvlər var ki, onlar xəyanətə bərabərdir. Suriya hökumətində, İraq hökumətində türklərin nazir olmamasının cəzasını, əzabını Türkiyə bir yaxın illərdə çəkəcək. Və Urmiya dəstək verməməyin cəzası isə Türkiyənin bölünməsi ilə nəticələnəcək. Ona görə də Türkiyə bütün gücü ilə güneydəki soydaşlarımıza dəstək olmalı. Urmiyadakı türklərə, soydaşlarımıza dəstək olmalıdır ki, Kürd separatizmi, Kürd silahlı dəstələri Urmiyada yerləşməsin. Yoxsa Amerika mütləq vuracaq, İran dağıdacaq. Biz hazır olmalıyıq ona. Biz hazır deyilik. Amerika vurdu, dağıtdı. Biz hazır deyilik. Urmiyada yeni bir Qarabağ yaranacaq. Şəngər körfəzi ilə bağlı bütün ərazilərimiz itəcək. Qaşqaylar orada məhv olacaq. Xorasan türklərini o tərəfdə əzəzəklə məhv eləyəcəklər. Türklər daha çox itirəcək. Ona görə də biz Amerika vuracaq, vurmayacaq məsələsini yox. Amerika nə vaxt olur olsun, vursa biz nə itirəcəyik, vursa nə qazanacağıq, vurmasa nə itirəcəyik, vurmasa nə qazanacağıq. Prosesləri biz necə idarə eləməliyik ki, bu proseslər sürətlənsin və yaxud bizə zərər eləyirsə ləngisin, biz bunun üstündə